İranda rejim və onun əlaltıları 47 il əvvəl bu qürurlu millətə nəzarəti ələ keçirdikdən bəri terrorizm, ölüm və nifrətdən başqa bir şey yaymayıblar. Onlar minlərlə Amerika hərbiçisini və milyonlarla insanı öldürüb. Bu sözləri ABŞ prezidenti Donald Trump deyib. O bildirib ki, Vaşinqton heç vaxt İranın nüvə silahına sahib olmasına icazə verməyəcək. Elə Trump'ın açıqlamaları fonunda Birləşmiş Ştatlar ordusu da yaxın şərqdə mövqeyini gücləndirməyə davam edir. Son olaraq Birləşmiş Ştatlar İsrail hava bazasına ondan çox F-22 çox məqsədli qırıcı təyyarə yerləşdirib. The Times of Israel nəşrinin məlumatına görə ABŞ 17 fevralda Vaşinqton və Tehran arasında nüvə danışıqlarının ikinci mərhələsində heç bir irəliləyiş olmadığı üçün İran yaxınlığındakı bazalara 150-dən çox təyyarə yerləşdirib. Bundan əlavə Yunanistanın Krit adası yaxınlığında müşahidə edilən USS Gerald Ford onlarla qırıcı qəbul edib. Bu, yaxın şərqə göndərilən ikinci təyyarə daşıyan gəmidir və onun gəlişi bütün aktiv Amerika gəmilərinin təxminən 1/3-nin hazırda bölgədə olması deməkdir. Bloomberg nəşri bildirib ki, NATO-nun Türkiyədə yerləşən kəşfiyyat qüvvələri Rusiyanı izləməni azaldaraq diqqəti daha çox İrana yönəldib. Məlumata görə NATO-nun kəşfiyyat təyyarələri İrana nəzarətlə bağlı uçuşları artırıb. Birləşmiş Ştatların yaxın şərqdə atdığı bütün addımların arxasında isə bir məqsəd var. İran nüvə texnologiyasından tamamilə imtina etməlidir. Amerika Birləşmiş Ştatları öz mövqeyinə də İran öz mövqeyindən çəkinir. Amma baxmayaraq ki, hələ danışıqlar gedir. Donald Trump da 15 gün İrana vaxt verir və düşünürəm ki, İranın mövqeyində konkret olaraq nüvənin zənginləşdirilməsini tamamilə dayandırılmasını qəbul etmir. Bunu mülki məqsədlər üçün və elmi tibb sahəsi üçün istifadə edəcəyini vururlar. Amma Amerika Birləşmiş Ştatları tamamilə İranı həmçinin ballistik raketlərdən imtina və proksi qüvvələri dəstəkləməmək tələbini irəli sürür. Təbii ki, İran tərəfi Amerika Birləşmiş Ştatlarının bu tələbi ilə düşünürəm ki, razı olmayacaq. Həm İran tərəfi də sülh danışıqlarında maraqlıdır, həmçinin Amerika Birləşmiş Ştatları. Ona görə də həm Omanda, həmçinin İsveçrədə danışıqlar davam etdirilir və növbəti danışıqların da davamı gözlənilir. Xüsusilə İran Xarici İşlər Naziri və Donald Trump'ın xüsusi nümayəndəsi tərəfindən. Eyni şəkildə İranda da Birləşmiş Ştatlara qarşı hazırlıq prosesi aparılır. Reuters agentliyinin verdiyi məlumata əsasən İran Çin ilə GM-302 gəmi əleyhinə qanadlı raketlərin alınmasına dair saziş bağlamağa hazırlaşır. Təxminən 290 km mənzilə sahib raketlər aşağı hündürlükdə uçuş və yüksək sürət hesabına gəmilərin müdafiə sistemlərini yarmaq üçün nəzərdə tutulub. Bu raketlər İranın zərbə imkanlarını gücləndirəcək və regiondakı Birləşmiş Ştatlar hərbi dəniz qüvvələri üçün əlavə risklər yaradacaq. Paralel olaraq İran Xarici İşlər Nazirinin müavini Məcid Təxt-Rəvançi qeyd edib ki, Tehran ABŞ ilə mümkün qədər tez razılaşmaya nail olmağa hazırdır və bunun baş verməsi üçün lazım olan hər şeyi edəcək. Həmçinin müharibə ehtimalına toxunan nazir müavini diqqətə çatdırıb ki, İran ABŞ ilə mümkün qarşı durmaya hazırdır. Düşünürəm ki, əgər Amerika Birləşmiş Ştatları İrana hərbi müdaxilə edəcəksə, İran da cavab verəcək. İran həm müharibəyə, həmçinə sülhə hazırdır və bunu İran tərəfi də dəfələrlə bəyan edib. Yəni göründüyü kimi İran Amerika Birləşmiş Ştatlarının hərbi mövqelərinin öz ətrafına yığıldığını görürsə, geri çəkilmirsə, deməli İran da öz mövqeyində qalır və müharibəyə hazırlıq səviyyəsində ortaya qoyur. Yaxın şərqdə proseslərin hansı formada davam edəcəyi fevralın 26-sında Cenevrədə baş tutacaq müzakirələrdən asılıdır. Görüşlərdə İranın uran zənginləşdirmə dərəcəsi və yüksək zənginləşdirilmiş uran ehtiyatları isə əsas mövzulardır.